Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ədliyyə Nazirliklərinin birgə təşkilatçılığı ilə penitensiar xidmətin qarışıq rejimli cəza çəkmə müəssisəsində qapalı müəssisələrdə fövqəladə hallara hazırlığı vəziyyəti diqqət mərkəzində saxlanılır. Fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları mövzusunda seminar, müşavirə və məşğələ keçirilib. Tədbirdə belə müəssisələrdə mümkün yanğın riskləri, fövqəladə hallar zamanı operativ davranış qaydaları və ilkin müdaxilə üsulları barədə geniş məlumat verilib. Bildirilib ki, qapalı müəssisələrin spesifik quruluşu təhlükəsizlik məsələlərinə fərqli yanaşmanı zəruri edir. İnzibati binalar, istehsalat sahələri, belə müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunması həm texniki nəzarət, həm də əməkdaşların hazırlıq səviyyəsindən birbaşa asılıdır. Onun üçün də penitensiar xidmətin əməkdaşlarından ibarət növbəli xidmət qruplarındakı əməkdaşlar yanğın baş verə biləcək halların qarşısının alınması, yanğın söndürmə vasitələrindən düzgün istifadə və fövqəladə vəziyyət zamanı təxliyə qaydaları barədə bilikləri dərindən bilməlidirlər. Tədbirin nəzəri hissəsinin sonunda video şərh nümayiş olunur. Yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir. Odur ki, elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı. Bu tədbirin əsas məqsədi həm şəxsi heyətin, həm də Fövqəladə Nazirliyin əməkdaşlarının qapalı müəssisənin relyefinə, onun ərazisi ilə əlaqədar bilgilərinin artırılması və bizim şəxsi heyətin bu yanğın hadisəsinə operativ müdaxiləsini göstərməkdən ibarətdir. Daha sonra təlimin təcrübə hissəsinə start verilib. Belə. Aydındır, yanğın həkimi müdaxilə və təxliyələrə başlansın. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından öncə ilk müdaxilə və şərti təxliyə proseduru penitensiar xidmətin sözgedən mühafizə qrupu tərəfindən edilib. Qapalı müəssisələrdə təhlükəsizlik məsələsi xüsusilə həssas sayılır. Çünki belə məkanlarda baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların təhlükəsizliyinin təmin olunması daha ciddi nəzarət və hazırlıq tələb edir. Bugünkü tədbirdə əlbəttə ki, bizim əməkdaşlar da çox biliş və bacarığa yiyələndirlər. Peşə hazırlıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirdilər və penitensiar xidmətin əməkdaşları eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yanında mühafizə hissəsinin əməkdaşları bu təlimin keçirilməsində böyük peşəkarlıq əldə etdilər. Keçirilən bu kimi tədbirlər isə əməkdaşların mümkün risklərə qarşı hazırlıq səviyyəsini artırmaq və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını gücləndirmək məqsədi daşıyır. Atabey Səyyad, Cavad Hüseynov, NTV Xəbər.